Xoş gördük. Mərhəmətli və rəhimli olan Allahın adı ilə başlayıram. Cəmiyyətdə zərərli vərdişlər, zərərli adətləri silsiləsinin növbəti hadisəsi barədə istəyirəm danışam. Bu da şadlıq məclislərinin biri. Keçən görüşümüzdə ad günlər barədə danışdıq. Bu dəfə isə toy məclisləri haqqında danışacağıq. Toy məclislərinin İslama uyğun olub-olmaması barədədir mövzumuz. Toy məclislərində baş verən böyük günahlar, orada olan həm İslam baxımından olan əməllər, həm də insanın səhhətinə, tibbi nöqteyi nəzərindən zərərli olan vərdişlər barədə, hərəkətlər barədə məlumat vermək istəyirəm. Bunları deməli bəndlərə bölünüb. Burada deməli şərab verilmək məsələsi var. Toylarda əsasən toyun haramlığı barədə, məclisin haramlığına səbəb olan başlıca meyarlardan biri də məclisdə şərabın verilməsidir ki, hansı ki keçən çəkilişimizdə ad günlərində şərabın verilməsi haqqında müəyyən qədər məlumat verdik. İnşallah şərab barədə ayrıca çəkilişimiz olacağına görə bu haqda çox da danışmaq istəmirəm. Yalnız demək istəyirəm ki, şərab İslam şəriətinə görə olduqca böyük günahlardan biridir və nəcis hökmündədir və ona görə də şərabın məclislərdə verilməsi böyük günahlardan biridir. Bu böyük günah haqqında çox da danışmaq istəmirəm. Lakin bu şərabın verilməsi ilə bağlı toy məclislərinə getməyən ailə üzvləri, qohumlar və dostların bir-birinə qarşı olan soyuq münasibəti, hətta düşmənçiliyə çevrilməsi haqqında danışmaq istəyirəm. Bu haqda suallar çox olur, istər dostlar, istər qohumlar tərəfindən. Biz də ətrafımızda şahid oluruq ki, bəzi ailə üzvləri, qohumlar, dostlar belə bir-biri ilə artıq bəzi hallarda düşmən səviyyəsinə gəlirlər. Çünki qarşılıqlı surətdə bir-birinin toyuna gedən, onun məclisində iştirak edən insanların günlərin bir günündə dinə gəlməsi, dini meyarları əsas götürməsi nəticəsində o toylara getməməsi və bununla da həmin insanların arasında soyuq münasibət yaranmasına İslam kontekstindən şərh vermək lazımdır. Deməli, bu haqda Peyğəmbər əleyhissalamın şərab verilən məclislərə müsəlmanların getməsini Peyğəmbər əleyhissalam qadağan etmişdir, haram etmişdir. Hətta Həzrət əleyhissalamdan nəql olunan belə bir hədisdə var ki, şərab məclislərində iştirak etməyin ki, nə vaxt öləcəyinizi bilmirsiniz. Buradan da belə çıxır ki, bir insan şərab məclisində vəfat edərsə, onun birbaşa cənnətə girməsi mümkün olan iş deyil. Ona görə də şərab məclisində bəzi dindarlar şərab məclisi deməyək, yəni toy məclisində şərab verildiyinə görə o toy məclisinə gəlməkdən imtina edirlər. Müəyyən qədər məbləğ göndərirlər, lakin özləri bəzən də ümumiyyətlə yəni heç iştirakdan imtina edirlər. Buna görə də qohumlar arasında söz-söhbətə səbəb olur. Bu Peyğəmbər əleyhissalamın, mən istəyirəm ki, Peyğəmbər əleyhissalamın dediyi məclislə indiki müasir dövrdə olan toy məclislərin müqayisə edək. Və baxaq görə Peyğəmbər əleyhissalamın dediyi hədis həmin indiki toy məclisləri barədədir, yoxsa ayrı-ayrı qrupların indiki dövrdə kişilər arasında gedək, içək deyəndə burada yalnız spirtli içkilər, yeyək içək deyəndə yalnız spirtli içkilər nəzərdə tutulur. Bildiyimiz kimi Peyğəmbər əleyhissalamın dediyi hədisdə fikir bu məclislər haqqındadır. Yəni bəlli bir qrupun, məhdud sayda bir qrupun içmək, spirtli içkilərdən istifadə etmək haqqında bir qərara gəldikləri, plan qurduqları və gedib bunu həyata keçirdikləri məclis haqqındadır. Deməli, müasir dövrümüzdə baş verən toy məclisləri bu məclislərdən fərqlənir. Həm növünə, həm formasına görə fərqlənir. Bu məclisi həmin məclislərlə bir tutmaq düzgün deyil. Çünki məkan da eyni deyil və həmin stolda əgər problem buradadır ki, əgər bir müminin getdiyi
toyda olan stolda əgər spirtli içki verilmirsə, qənaətimə görə həmin Peyğəmbər İslamın dediyi həmin məclisi ifadə etmir. Niyə görə? Çünki Şadlıq Sarayı da məkan baxımından o dövrdən fərqlidir və oradakı insanların iştirakı da fərqlidir və həmən stolda da verilmirsə, içki, şərab qoyulmayıbsa, daha doğrusu belə demək mümkünsə, şərab qoyulmayıbsa, bu həmin məclis anlamına gəlmir. Ona görə də İslam dinində böyük günahlardan da biridir qohumluq əlaqələrinin kəsilməsidir. Həmin toyda iştirak eləməyən bir insan daha böyük bilməlidir ki, daha böyük günahlardan birinə mürtəkib olub, bu da qohumluq əlaqələrinin kəsilməsidir. Yəni toy məclisində iştirak edən bir mömin çalışmalıdır ki, yaxınlarını, qohumlarını, ailə üzvlərini həmin toyda şərab verilməsindən çəkindirsin. Əgər buna nail ola bilmirsə, ən azından getdiyi məclisdə, oturduğu stolda heç olmasa şərab qoyulmasın. Düzdür, əgər həmin stolda şərab qoyularsa, bu Peyğəmbər Əleyhisselamın dediyi məclis anlamına gəlməsi heç kimdə şübhə doğurmamalıdır. Lakin əgər stolda şərab qoyulmayıbsa, bu məclislərdə qohumluq əlaqələrini kəsməkdən, düşmənçilik, söz-söhbət, dava-dalaş olmaqdansa məclisdə iştirak etmək fikrimcə İslam dininə zidd deyil. Bundan başqa, İkinci toylarda yerinə yetirilən böyük günahla yol verilən böyük günahlardan biri də israfdır ki, müəyyən ad günü məsələsində bu haqda danışmışıq. İsraf da deməli insanın halal malının lazımsız işlərə sərf olunması, boş yerə, günah işlərə xərclənməsidir ki, hazırda da toyda, hazır günümüzdə də toylarda yüzlərlə insan, hətta 1000-dən artıq insan tutan şadlıq sarayları da mövcuddur. Bir insan 1000 nəfəri toyuna çağırırsa, deməli burada mütləq şəkildə israf olunur. İsrafda da menyuda bahalı menyulardan istifadə olması birbaşa israfa girəcəkdir. Çünki toydan bir neçə gün sonra ümumiyyətlə yəni səhəri heç kimə lazım deyil. Bu toylar, bu israflar yalnız insanın təkəbbürü, başqalarından üstün görünməyi və şöhrət naminədir. Bunun əksini iddia etmək qeyri-mümkündür. Bir müddətdən sonra, bir müddət yox, qısa bir müddətdən sonra ümumiyyətlə insanların yadından çıxır, sənin harada toy elədiyin heç kimə lazım deyil. Cəmaatın öz müəyyən qədər problemləri, hər kəsin öz gündəlik qayğıları var, başları ona qarışır və yalnız insana qalan həmin qısa müddətli təkəbbürü, başqalarından üstün olmağı qalır ki, bu da İslam dininə görə böyük günahlardan biridir. Deməli, bundan sonra deməli, haram musiqilər, toylarda verilən haram musiqilər, onun haqqında da ayrıca inşallah danışacağıq. Ayrıca böyük günahlardan olduğuna görə ayrıca bir günah kimi məlumat veriləcək. Ona görə üstündə çox dayanmaq istəmirəm. Lakin bildirməliyik ki, haram musiqinin haram olması meyarlarından biridir. Aşırı dərəcədə ritmik şəkildə musiqinin ifa olunmasıdır. Mən bunu yazdığım böyük günahlar günahında deməli, bu tərzi heyvani tərzi adlandırmışam. Bu düzdür, mənbələrdə bir meyar kimi göstərilməsə də bu praktikadan, günümüzdə praktikadan əsasən də heyvanların üzr istəyirəm, cinsi ritual hərəkətlərindən götürülən bir tərzdir ki, bunu bu şəkildə ifadə etmişəm. Həqiqətən də təbiətdə bir çox heyvanların, həm də quşların timsalında erkək quşun, üzr istəyirəm, dişi quşun ətrafında fırlanması və şıdırxı rəqs, el dilində şıdırxı ritmik rəqs etməsi hazırda bizim toylarımızda bəzi oğlan və qızların bu şəkildə rəqs etməsinə olduqca oxşardır. Ona görə də bu tərzi heyvani tərzi adlandırmışam. Bildiyimiz kimi 20-ci əsrin əvvəllərində hətta Aşıq Ələsgərin dövründə belə toylarda oynamağa mütrüblər gətirirdilər. Bu mütrüblər toylarda oynayıb, toyu qızışdırıb, toyu şənləndirmək üçün idi. Əfsus ki, üstündən
100 ildən də az vaxt keçəndən sonra artıq toylarda bu şəkildə bizim kişilərimiz, cavanlarımız da mütriflik etməyə başlayıblar. O dövrdə toyda meymunluq etmə deyə biz də 80-ci illərdə bunun şahidi olmuşuq. Həmin insanları toydan çıxarırdılar. Bəzi insanlar şərab içərək ümumiyyətlə aşırı dərəcədə sərxoş hala gəlirlər və toyda anabacılarımızın iştirak etməsini nəzərə alınmayaraq namünasib, əxlaqsız hərəkətlərə belə yerdə sürünmək, hətta bu insanların bəzən müxtəlif şəbəkələrdə paltarının, şalvarının çıxmağının da şahidi oluruq. Bundan sonra, toydan sonra müəyyən ailələrin dağılması barədə də məlumatlar var və bunlar böyük günahlardandır ki, biz özümüz də ailələrimizi də bu günahlardan uzaq tutmalıyıq. Bundan sonra həmin musiqilərin yüksək tonla çalınması məsələsi də var. Bunu mən yazdığım kitabda səs zəhəri adlandırmışam. Həqiqətən də bu aşırı ritmik insan beyninin müəyyən tezlikdən bilirik ki, yuxarı insan beyni qəbul etmir. Beyin travmaları yaşanır, hətta beyin kapilyarlarının partlaması da mümkündür. Əfsus ki, qərbdə baxaq görək necə keçirilir bu toy mərasimləri. 30-40 nəfər, 50 nəfərin içərisində ailə üzvlərinin nəticəsində 1-2 nəfər də ailə yaxın dostlarının ailəvi şəkildə dəvət olunması və 30-40 nəfərin içərisində həzin musiqi altında, bunu da deməkdə məqsədim, yəni halal musiqidən söhbət gedir. Bildiyimiz kimi xalqımızın xalq mahnıları da var və muğamların da təsniflər, həzin təsniflər səsi altında ümumiyyətlə, yəni toyu keçirmək bu halal şəkildə olan toy olardı və insanlar da bir-biri ilə uzun müddət görüşməyən dostlar, qohumlar bir-biri ilə rahat şəkildə söhbət edədilər ki, hansı ki qərbdə olan toylar bu şəkildə keçir və toya gedən insanlar toyda istirahət edirlər və zövq alırlar qohumlarının, yaxınlarının toy şənliyindən, lakin bizdə bu tamamilə əksinədir. Bəzən qadınlar müəyyən dərəcədə rəqabətə girirlər, yeni paltarların, yeni zinət əşyalarının nümayiş etdirilməsi nəticəsində onlar o dərəcədə onlara ola bilsin ki, pis təsir etmir. Lakin bu kişilər üçün, kişilərin bəziləri üçün, bir çoxları üçün ümumiyyətlə dərdsərə çevrilir və onlarda müəyyən xəstəliklərin şiddətlənməsi və sağlam insanları isə baş ağrısına tutulmasının biz şahidi oluruq. Toylarda, yaxınlarımızın toylarında iştirak etməkdə biz bunun şahidi oluruq və insanların bir müddətdən sonra bir çoxunun artıq məclisin demək olar ki, yarısının, yarıdan çoxunun foyelər çıxması, orada istirahət etməsi ilə nəticələnir. Deməli, bizim toylarımız istirahət yeri yox, dərdsər yeridir və məcburiyyətdən biz toylardan müəyyən bizim öhdəliklərimiz var. Yaxınlarımızın, yaxın qohumlarımızın məclislərində iştirak etmək öhdəliyi var. Əminəm ki, yavaş bu bir çıxışdan bir neçə insanın ümumiyyətlə din xadimlərinin iştirakı ilə düzələn bir məsələ deyil. Gərək ümumilikdə bu bütün dünyada, müsəlman dünya deməyək, müsəlman ölkələrində ən çox baş verən hadisələrdir ki, toy məclisləridir ki, bunlar həm İslam dinindən, həm insanlıqdan uzaqdır. Nə qədər də qəribə görünsə də, təəccüblü görünsə də, qərb toyları İslam dininə daha çox uyğundur. Nəinki müsəlman toyları. Qərbdə toylar həqiqətən də çox yüksək səviyyədə, yüksək etik normalar çərçivəsində keçirilir. Məhdud sayda qohumlar arasında keçirilir. İnşallah biz də gələcəkdə toylarımızı bu şəkildə keçirməyə nail olarıq. Deməli, bundan sonra toylarda naməhrəmlərin bu musiqilər, haram musiqilər altında oynamasına danışmaq lazımdır. Deməli, qadınlarımızın əsasən də kişilərlə bir məclisdə, bildiyimiz kimi o dövrdə məclislər
ayrı keçirilirdi. Qadın məclisləri ayrı, kişi məclisləri ayrı keçirilirdi və qadınlar orada daha özlərini rahat hiss edirdilər, naməhrəm yanında hiss etmirdilər. Toya ola bilsin ki, məclisin böyükləri atağına dəvət olunurdu xeyir dua verməkdən ötürü. Kişi girən birdən kişi və yaxud da əmsi və yaxud da dayısı girib xeyir dua verib çıxırdı. Lakin dövrümüzdə təsəvvür edin 400, 500, hətta 1000-dən yuxarı insanın iştirak etdiyi məclislər olur və bir insan təsəvvür edin ki, o dövrdə yadıma gəlir ki, hətta restoranlara belə gedən ailələr arxa qapıdan restorana gedirdilər ki, onun ailəsi görünməsin, rahat şəkildə oturub ayrıca kabinetlərdə çörəklərini yeyirdilər. Lakin elə bir dövrə gəlib çıxdıq ki, bir kişi dövrümüzdə öz qadınının 400-500 kişinin qarşısında, əgər 1000 nəfər, 800 nəfərsə bunun yarısı da kişilər təşkil edir. Lap olsun 300, 400, 200 kişinin qarşısında rəqs eləməyinə dözməli oluruq. Mən özümü bu məsələlərdən qıraqda tutmuram. Mən də daxil olmaqla bu kişilərin namussuzluğudur. Bunun başqa adı yoxdur. Namus deyəndə bəziləri, ümumiyyətlə cəmiyyətimizdə namus barədə olduqca az məlumat var. Yəni namusun nə olduğunu soruşanda bəlkə 10 nəfərdən 9-u kişilər dərhal qadını yadına düşəcək, ya yoldaşı, ya anası, bacısı. Halbuki bu qətiyyən belə deyil. Namus bir insanın məhrəmiyyətinin qorunmasına deyilir. Yəni qadınlar dünyada mövcud olmasaydılar, tək kişilər qalsaydılar belə, kişi cinsindən olan insanlar olsaydı belə, yenə də kişidə namus Allah tərəfindən ona verilən böyük bir nemətdir. Nədir bu? Yəni kişinin ayıb yerlərinin qorunması deməkdir məhrəmiyyət. Hələ ki, bunun qadına bir aidiyyəti yoxdur. Əfsus ki, bəzi kişilərimiz, 90% kişilərimiz namus deyəndə qadın yadına düşür. Özləri müxtəlif, nə qədər demək mümkündürsə, bəzi namussuzluqlara yol verirlər. Lakin qadınlar bir şey eləyən kimi onu namus müxtəlif zorakılıqdan belə çəkinmirlər, hətta ölümlərə də gəlib çıxa bilir. Yəni, birinci demək istəyirəm ki, namus kişinin, hər kəsin öz məhrəmiyyəti ilə bağlı olan məsələdir və burada da bəli, yaxın qadınlarının toyda bu şəkildə haram musiqilər şəklində, musiqi altında, sədaları altında bu şəkildə oynaması haramdır və İslama ziddir. Burada bir məsələni də qeyd etmək istəyirəm. Bu da qadınlar üçün kəşf olunmuş, ümumiyyətlə son 200 ildir demək olar ki, əsasən son 100 ildir kəşf olunmuş dik dabanlar haqqında fikir bildirmək istəyirəm. Ana bacılarımızdan üzr istəyərək mən bildirmək istəyirəm ki, bu dik dabanlar qadınlar üçün ümumiyyətlə kəşf olunmuşdur. Yəni, onun bir məqsədi var. Dik dabanlar, dəfələrlə üzr istədiyim halda bildirmək istəyirəm ki, dik dabanlar qadın əzalarının, konturlarının aşkar nümayiş olunması üçün yaradılmış bir kəşfdir. Yəni, bu qadınları kişilər qarşısında daha cazibəli görükmək üçün fikirləşib tapılan bir geyim vasitəsidir ki, və bu dikdabanların, dikdaban olmasa da ümumiyyətlə, yəni bu həm dikdabanlı, həm yastı dabanlı ayaqqabılarla rəqs edən qadınlar 200, 300, 400 kişinin qabağında rəqs edən qadınların nə özlərində, nə də kişilər üçün müəyyən namus məsələsinin qaldığı olduqca təəccüblü bir şeydir və ki, biz bunlara dözürük, bunlara məcburuq. Əminəm ki, ümidvaram ki, bu çıxışları dinləyən insanlar gələcəkdə inşallah yavaş-yavaş bu əməllərdən də çəkinəcəklər. 6-cı bənddə var, deməli, toylara çoxsaylı insanların dəvət olunması. Bu da böyük bir dərddir. Əfsus ki, bundan bir çoxları imtina edə bilmir.
bir insanın toy məclisinə əgər 500, 600, ondan da artıq insanı dəvət edirsə və onların toya yazdırdıqları müəyyən vəsaiti, pulu geri qaytarmamış, böyük gümanla o dünyasını dəyişəcəkdir və onların hamısının xeyir məclislərində iştirak etməsi demək olar ki, mümkün deyil. Bəzi insanlar bunu öz övladlarına, məsuliyyətli insanlar öz övladlarına vəsiyyət etsələr də, o övladın da sonradan oğlum bu məclislərdə iştirak edib, bütün borclarını geri qaytarması olduqca şübhəli məsələdir. Deməli, praktikadan da görükür ki, bir insan xeyir məclisinə gələn insanların ölənə qədər borclarını qaytarması qeyri-mümkündür və onların bir hissəsi belə el dilində desək bataraq gedir. Və həmin adam fikirləşməlidir ki, qiyamət günündə borcların qaytarılması mütləq şəkildə baş verəcəkdir. Peyğəmbər əleyhissalamın dediyi kimi borclu olanın savablarından alınıb borc sahibinə veriləcəkdir. Əgər borclu olanın savabı qalmasa, borc sahibinin günahlarından alınıb həmin borc qədərində günahları borclu olanın üzərinə yazılacaqdır. Və bununla da o dünyada mütləq ədalət bərpa olunacaq və insan düşünməlidir ki, mən bu qədər adamı toya çağırıb onların pulunu alıramsa, bunun geriyə qaytarılmayan hissəsi barədə Allaha cavab verəcəyəm. Buna görə də insanların bir-birinin toyuna bu qədər getməsinin səbəbi də onların bir-birinin vaxtı ilə toylarında, xeyirlərində iştirak etməsi və ora pul yazdırılmasıdır. Bu olduqca yanlış və pis bir adətdir. Bu adətdən nə qədər insan tez yaxa qurtarsa, cavan vaxtlarında, cavan yaşlarında hər çağırılan toya getməsə ki, doğrusu da budur. Ümumiyyətlə, insan hər çağırılan toya getməməlidir. Toylar barədə ümumiyyətlə olduqca yanlış bir adət yer almalıdır. Bəzən almışdır, bəzən dövrümüzdə də salam verdiyin, ümumiyyətlə illərlə görmədiyin bir insan da bəzən insanı toya dəvət edir. Bu toyda iştirak etməmək lazımdır ki, gələcəkdə həmin şəxsi məcburən öz toyuna çağırıb, onun qarşısında üzr istəyirəm, ailəni, qızını, yoldaşını, xanımlarını oynatmayasan. Yəni, toylar dar çərçivədə keçirilməlidir. Bu çərçivədə də böyük günahlardan uzaq olaraq, sakit, həzin musiqi altında insanlar rahat şəkildə məclislərini keçirdib, uşaqlarının xoşbəxt olmasının böyük günahlarsız qayğısına qalmalıdırlar. İnşallah gələcəkdə Allah qismət edərsə, bizim də uşaqlarımız var, Allah cəmi balalar saxlasın və hər bir ailəyə toy qismət eləsin, şadlıq qismət eləsin, günahlardan uzaq əlbəttə ki, məclisləri mən nəzərdə tuturam. İnşallah mən də fikirləşirəm ki, haçansa mənə də Allah təala nəsib edərsə, mən də yaxın qohumlarım dar çərçivədə bu məclisləri, günah əməllərdən uzaq olan məclisləri təşkil etmək, bu şəkildə təşkil etmək istəyirəm ki, hansı ki, o toy məclislərində ümumiyyətlə başdan ayağa İslam dininə zidd olan bəzi əməllər də var. Burada haradasa gəlinin çıraq ətrafında fırladılması, onun belini, güya bəyin qardaşı bağlamaq, bunlar hamısı cəfəng işlərdir və İslamla heç bir qadının xoşbəxtliyi, həmin cütlüyün xoşbəxtliyi ilə heç bir əlaqəsi yoxdur. Biz bunlardan imtina eləməliyik. Bunlar bizə qərbdən daxil olan mənasız, İslamla zidd olan hərəkətlərdir. İnşallah əminəm ki, toy şadlıq mərasimi məclisi adı altında olan bu dərd məclislərimiz inşallah vaxt gələr. Biz də qərbdəki kimi gözəl toylar keçirdərik. İslama daha uyğun, nə qədər də təəccüblü olsa da İslama daha uyğun toy məclisləri keçirdərik inşallah. Və bu ümidlə də sizdən ayrılıram. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.